قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala men la nebiyye ba'dehu emmâ ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, 4 və Dava kitabından Allah Azze və Cəllənin izindən silsiləvi dərsdən davam edirik. Deməli, keçən dəfə öyrəndik ki, İbn Qeym Rahimullah dərmanların birində nə zikr edir? Nə idi o? Quran. Sonra nə idi? İkinci, dua. Və dedik ki, dua, yəni müminin verilən ən böyük silahdır. Və nə qədər ki, insanın o silahın gücünün olması, yəni insanın bədəninin zəif olması və yaxud o silahdan istifadə eləməsinin elmsiz olması neyniyir? Onun həmən o silahının gücünü azaldır. Yəni insanın nə qədər dua qəlbinin zəif hissəsindən çıxacaqdırsa, insan nə qədər duasında yəqin olmayacaqsa, ona qədər də yəni onun duası Allah qatında keçərli olmayacaq. Və İbn Qeym Rahiməhullah növbəti hədis gətirir. Deyir ki, daha doğrusu əsərdə gətirir ki, İmam Əhmədin Zuhd kitabında Qatədədən Rahiməhullahdan gətirir ki, o deyir ki, yəni mömin üçün ən gözəl misal nədir? Sanki deyir, dənizdə boğulan bir kəsin odun parçasının üzərinə sığınıb, yəni ondan yapışaraq xilas etmə ümidini ondan yapışaraq Ya Rab etdiyi duanın misalı kimidir. Yəni, nəyə görə gətirir? Yəni, müminin duaya olan, aleykümselam və rəhmətullah, müminin dua ilə olan misalını gətirir ki, müminin üçün olunan misal belə olmalıdır. Sanki onun necə bir insan təsəvvür etsin ki, insan dənizdə batır, bircə dənə kötük var, ondan yapışıqdır. Xilas olunma ümidi odur. Yəni, o kötükdən necə yapışıb Allaha yalvararsa ki, ya Rabbi, məni buradan xilas et, o cürdə bir insan düşünməlidir ki, ətrafımızda olan şəhvət və şübhələr dalğalarının içində batdığı an, insanın duadan yapışması, o kötükdən yapışması kimidir. Yəni, əslində İbn Qeym Rahiməhullahın çəkdiyi misallar, yəni, elə nöqtədən vurur ki, nədir? Yəni, insan ondan başqa bir şey dərk etmək üçün başqa bir şeye ehtiyac qalmır. Yəni, baxın, bugünkü gün insanın ətrafında bizi çalxalayan nə qədər şəhvət və şübhə olan dalğaları var. Yəni, nə qədər insanlar həqiqətən də vallahi bir telefonun üzərində açmaqla insanlar var dindən çıxır. Neçə insanlar var şəhvət xəstəliyinə tutulur. Qadın fitnəsinə düşür, vallahi deyirəm, sonra dinindən gedir. Və sonra baxırsan ki, nə qədər insanlar var ki, dünya qəlblərinə oturduğuna görə görürsən, girir ticarətə, kifayətlənmir əlindəki olan Allah Subhanahu verdiyi nemətlərlə, borca girir, onu eləyir, bunu eləyir, axırda intihar eləyir. Ona borcu olur, buna borcu olur. Vallahi ətrafımızda bu şeylər hamısı baş verən şeylərdir. Ona görə də bunlar hamısı fitnə dalğalarıdır. Və bu dalğaların içərisində insanın, müminin misalı nədir? Bu fitnələrin içərisində necə ki, Şeyx Abdurrazaq Hafizahullah deyir ki, yəni insanın duaya olan ehtiyacı, necə ki bu dənizdə olan kötüyə ehtiyacı olduğu kimi ondan yapışıb, Ya Rabbi deyə dua etməsidir. Və insan həqiqətən də Allah Subhanahu çoxlu dua etməlidir və sabitçilik diləməlidir. Allah Azze və Cəllənin qarşısında ilk olaraq öz zəlilliyini göstərməlidir. Bəzən insanlar var ki, bax belə bir suallar çox bizim hamımıza verilir. Hətta ətrafımızda özümüzdə də yəni əmələ gəlir belə suallar ki, görsən, misalən, adam var, qohumdur, namaz qılmır, ibadət eləmir,
Deyirsən, niyə ibadət eləmirsən Allah Subhanahu? Gör Allah Subhanahu deyir, istəsə mənə hidayət verə bilməz ki. Allah gəlib bir qapı açsın ki, mən də neyniyim? Mən də ibadət eləyim da. Və demirsən, qəlblər Allahın əlindədir. Yəni, o insanın həqiqətən də bu elminin azlığındandır və Rəbbini tanımamasındandır. Ümumiyyətlə, qayda olaraq kiçik böyüyə gedər. Yəni, böyük kiçiyə getməkdənsə, kiçik böyüyə gedər. Aleykümselam və rəhmətullah. Allah Azze və Cəllə bu cür insanlara olan nəsiyyətimiz nədir? İnsan birinci olaraq aləmlərin Rəbbinə tərəf addım atmalıdır. Çünki Allah Subhanahu Əccəbbardır. Uca olan, əzəmətli olan Rəbb. Və bu Quranda və sünnədə o qədər buna uyğun Allah Subhanahu misallar çəkir, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislər gətirir. Deyir, qulum əgər mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. İlk olaraq kim atmalıdır addımı? Qul atmalıdır. Allah Azze və Cəllə deyir ki, məndən yardım istəyin, mən də sizə icabət edim. Mənə dua edin, mən də sizə cavab verim. Bax, görürsünüz, edin, qarşılığı gələcəkdir. Birinci qul addım atmalıdır ki, Allah Azze və Cəllə də ona nə atsın? Cavab olaraq addım atsın. Və baxın, qardaşlar, bu şeylər bəzən görürsən ki, insan bunu bilməməzlikdən qapanır. Allah, yəni insan mümkün deyil ki, aləmlərin Rəbbi üçün addım atıb qarşılıqsız qalsın. Bax, sən misal üçün istəyirsən hidayət olasan, istəyirsən Rəbbin köksünü ibadətə, imana açsın, sən Allah üçün Allahın sevdiyi bir əməl elə. Bax, bir örgən ki, Allaha ən sevimli əməl nədir? Eşitsən ki, o yetimi sevindirməkdir, o niyyətlə al, o addıma at, get bir yetimi sevindir. Gör Allah Azze və Cəllə bunun mükafatını qarşılıqlı olaraq qəlbində onun əsərini taparsan, yoxsa yox. Bax, gör nədir Allahın sevdiyi? Valideynə yaxşılıq etmək. Allahın sevdiyinə xatir Allah bunu sevir deyə valideynə get xidmət et, onun əsərini qəlbində mütləq görəsən. Çünki Allah Azze və Cəllə əkramun əkramindir. Heç bax qullarını ona olunan yaxşılıqların, ona doğru atılan addımların qarşılıqsız buraxmır. Ona görə də görürsən ki, o insanlar ki, Allah Subhanahu ibadət etmir, Allahdan uzaq düşürlər, onların Allah Azza və Cəllənin gecə və gündüz qəzəbləndirdiyi əməlləri davamiyyətli şəkildə edib, bunun əksini isə tərk edən insanlardır. Və bir görərsiniz ki, qardaşlar, elə insanlar var ki, həmişə yaxşı işlə çalışırlar, qabağa getsinlər. İnsanlara fayda vermək istəyirlər. Allah Subhanahu razılığını çalışırlar, qazansınlar. Allah Subhanahu sonda ona elə bir qapı açır ki, gətirir onu ucaların uca olanlarından edir. Niyə görə? Necə ki, o xeyir əməlləri istədiyinə görə Allah Azze və Cəllə onun köksünü genişləndirir və ona gözəl, daha gözəl mükafat verir. Ona görə də İbn Qeym Rahimullah gətirir buradakı müminin duaya olan ehtiyacını, gördünüz nəyə misal çəkdi? Yəni, dalğalar içərisində bir kötükdən yapışan insanın misalına çəkdi. Və həmçinin də İbn Qeym Rahimullah ondan sonra gətirir ki, baxmayaraq ki, duanın bu qədər ehtiyacı var, müminin ona o qədər ehtiyacı var və həmçinin də müminin həyatında duanın o qədər əhəmiyyətli olmasına baxmayaraq, bunun da afətləri var, yəni müsibətlər və bəlaları var ki, duanın qabağını kəsir. Duanın qəbul olunmasının qarşısını kəsir. Onlardan biri də nədir? İnsan duasında tələsməsidir. Yəni, dua eləyir, bir müddətdən sonra ümidsiz qalsın və dua elədim, subhanallah, mənim duam qəbul deyir və tərk edir. Və görürsən ki, aleykümselam və rəhmətullah, İmam Buxari rahimahullahın rəvayət elədiyi, yəni hədisdə, Əbu Hurrə radiyallahu anhudan rəvayət olan hədisdə deyir ki,
Allah elçisi sallallahu aleyhi və səlləm deyir ki, sizdən birinizə icabət olunar, nə qədər ki, o tələsmədiyi müddətcə. Və o deyər ki, mən dəvət etdim, yəni daha doğrusu mən dua etdim və mənə də icabət olunmadı. Və həmçində İmam Müslimin rəvayət elədiyi hədisdə deyir ki, yəni bir qula yəni duasına icabət olunar, nə qədər ki, o günah, qohumluq əlaqələrini kəsmək kimi və həmçinin də duasında tələsmədiyi müddətcə. Və deyirlər ki, ya Rasulallah, məəl isti'calu, deyir ki, yəni tələsmək nə deyilir ki? Yəni, nə anlamdır ki, o deyir ki, yəni bir insan dua edər və deyər ki, mən dua etdim və mənə deyir, nə deyir, icabət olunmadı. Baxın, bu kitabın gözəlliklərindən biri də budur. Ümumiyyətlə, qardaşlar, hər bir kitabının və keçirilən dərslərin gözəllikləri nədədir, bilirsiniz? İbn Qeym rahimehullah, görün kitabın nə gözəl tərtib edib. Məsələni gətirir, hədis, ayə. Yəni, ümumiyyətlə, kitabın gözəlliyi, yəni bəzəyi hardadır? Nə qədər ki, deyilən sözlər Quran və sünnəyə bağlıdırsa, o qədər də daha gözəl olur. Yəni, insanların fikirləri, düşüncələri nədir? Sonraki məsələdir. İlk olaraq, deyirsən bu məsələni. Bu dediyinin əsəri varmı? Dəlili varmı? Bəli, Allah və Rəsulundan. Çünki bu dinin əsli Quran və sünnədir. Ona görə də baxın, İbn Qeym rahimehullah da gətirir məsələni və sonra da hədisləri gətirir. Və Şeyx Abdurrazaq Hafizahullah da gətirir ki, burada, yəni bu insanın misalı nəyə bənzəyir? Bəzən deyir, görürsən insan elə bir toxum əkir yerə, gəlir onu suluyur, baxır, yetişməsinə az qalmış nə edir? Tərk edir, deyir ki, nəsə, bu çıxır yetişmədi, bitmədi bu. Tərk edir, çıxır gedir. Və eləcə də insan deyir, nədir? Duasında deyir, tələsməməlidir. Necə ki, Ömər radiyallahu anhudan gələn əsərdə deyir ki, yəni mənə önəm vermir, mənim duamın qəbul olunub olunmaması. Yəni, önəm vermir o vaxtda yox, ha. Yəni, məni narahat eləmir, da. Məni narahat eləyən əsas oldu ki, mən duaya müvəffəq oldum, yoxsa yox. Ona görə baxın, qardaşlar, yəni, onlar bilirdilər ki, yəni sahabələr o fəhimdə idilər ki, həqiqətən də insan elədiyi günahlara görə Allah azə və cəllə dua eləməkdən məhrum olur. Bax, bu məhrumiyyətlər var, ha, bunlar heç biri elə-belə şeylərdən olmur. Ona görə də sahabə düşünürdü ki, yəni məni Allah subhanahu taala qarşısında əllərimi qaldırıb ona dua etməyə müvəffəq edibdisə, deməli, burada Rəbbim hələ mənim məhv olmağıma hökm verməyibdir. Mənim üçün xeyir qapısı açıqdır. Mənə əsas elə maraqlandıran odur. Əgər o məni çağırıbdırsa qarşısına, mənə müvəffəq edibsə əllərimi qarşında açıb istəməyə, deməli, ona icabət eləyər Rəbbim. Ona görə duanın qəbul olunması insanı narahat etməməlidir. Zaten müsəlmanın duası hər üç haldan birində nədir? Qəbuldur. İnşallah o da gələcək qabaq dərslərimizdə. Lakin İbn Qeym rahimehullah burada əsas gözəl bir mövzu gətirir. Deməli, bəzən insan, bir də bunu deyim, bu unutmamışdım. Bəzən insan tələskənliyindən hətta nədir? Necə şeyx burada gətirir? Hətta bəzən görsən bəddua da edir. Olur da, yəni görsən insan övladı üçün bəddua edir. Ən çox bu şeylər köhnə o işğal olunmuş rayonların cəmaatlarına yadınıza salın. Mənim şəxsən özümün yadımdadır. Mən uşaq idim. Amma qoca nənələrimiz, hətta böyüklər, çoxların ağzından bu söz düşmürdü. Səni görüm xaraba qalasan. Vallahi. Necə ki, elə axırda da xaraba qaldı. Uşaq əlindən bir şey düşürdü, deyir, səni görüm zəlil olasan. Valideynin elədiyi dualar idi. Yəni, bu görür, bu urfumuzda məlum, yəni bizim adətlərdə, rayon yerlərində tanınmış olan dualar idi.
Ona görə baxırdınız ki, misal üçün, Allah Azza və Cəllə görün ayədə nə deyir? Deyir ki, وَلَوْ يُعَجِّلُ اللّٰهُ لِلنَّاسِ شَرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُدِيَ إِلَيْهِمْ أَجَلُهُمْ. Deyir ki, əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şərri də tez versəydi, əlbəttə onların əcəlləri nədir? Çatmış olardı. Bu Allah Azza və Cəllənin rəhmətindəndir ki, quluna olan nədir? Rəhmətindəndir ki, bədduanı tez qəbul eləmir. Rəhm edir. Necə o yeri gəlmişsən deyək, o Məkkə Kəbənin imamı yoxdur, Sudeys. Sudeysin həmişə onu çox vaxtı cümə xutbələrində deyir ona. Deyir ki, valideynlərə tövsiyə edirəm ki, hətta qəzəbləndirəndə övladları onlar üçün deyir, xoş dualar edin. Biz deyir, evdə çoxu uşaq idik deyir. Evin də ən balacası deyir, mən idim. Deyir, və anam deyir, yemək pişirəndə deyir, çox vaxt gəlirdim deyir, yeməyi götürürdüm. Nə bilim, indi biraz artıq götürürdü, nəsə hirsləndirirdim, qəzəbləndirirdim anamı. Və anam hər dəfəm qəzəblənəndə mənə deyir ki, səni görüm Kəbənin imamı olasan deyir. Hər dəfəm qəzəblənəndə bu duanı eləyirdi deyir mənə. Deyir, vallahi deyir, mən deyir, bugünkü gün burada imam olmağıma anamın duasının müstəcab olmasına deyir, yönəldirəm. Ona görə, yəni nəyə görə deyirəm, qardaşlar? Yəni insan çalışmalıdır, xüsusən valideyn, ana evdə daha çox olur övladla. Hirsləndirəndə də, yəni xoş dua eləyəndə, bir gün Allah Azza və Cəllənin duaların qəbul olunan vaxtına isabət eləyər, belə deyək ki, yəni 4/4 vurmuş olarsan da, yəni. Ona görə də insan çalışmalıdır ki, daim neynəsin? Dilini xoş şeylərə öyrətsin. Bəzən görürsən ki, insan öz dilini nəyə öyrədirsə, qəzəbləyənəndə də həmən söz çıxır. Vallahi, yəni, görmürsünüz insan cahil vaxtı, görürsünüz, yəni, o qədər pislik içərisində həyat sürür ki, ayağı bir yerə dəyəndə yıxılmaq istəyəndə də söyüş söyür. Amma müsəlman daim o qədər əlhamdülillah sözünü o qədər işlədir ki, görürsən əlinə belə dəmir batana deyir, əlhamdülillah, sıxır özünü. Dilini çünki ona öyrəşdiribdir. Və ona görə də, qardaşlar, yəni çalışmaq lazımdır. Həyatımızı elə şeylər üzərində yönəldək ki, danışığımızda, zikrimizdə, yaşayışımızda ki, çətin anda və sıxıntı anında da, imtihan anında da neyniyək? Allah Azza və Cəllənin izi ilə, gözəl sözlərlə, yəni gözəl sözlər ifadə etmiş olar. Və sonra İbn Qeym Rahimullah gözəl bir hissə gətirir və əsas, yəni dərsin, bugünkü dərsin özəl hissəsi də budur. Baxın, deyir ki, bax, bu şeylərə bizim çox ehtiyacımız var. Duanın qəbul olması üçün olan səbəblər. Yəni, insan hansı səbəblərdən tutmalıdır ki, onun, nədir, duası qəbul olsun. Və ümumiyyətlə, baxın, qardaşlar, bu hissəni yazsaq özümüz üçün evdə. Bax, istəyirsiniz dərsə qulaq asın, evdə qulaq asın. Bu hissəsini çıxardır. Və insanın sıxıntı anında, ehtiyacı olan vaxtında Allah Subhanahu bax bu şəkildə yaxınlaşmağını çalışsın eləsin. Xüsusən görürsən, misal üçün, adam var, sehr olunur. Adam var, misal üçün, mübtəla olub pis xəstəliklərə. Kiminsə şərri olanı insanın yəni, həsədinə. Yəni, insan bilməlidir ki, Allah Azza və Cəllənin dualarının, yəni Allaha olunan duaların qarşısında qırılmayan qıfıllar yoxdur. Yəni, Allah üçün olmazsa olmaz, yoxdur, alınmır, mümkün deyil deyə bir şey yoxdur. Sadəcə olaraq qapı çox döyülməlidir. Nə qədər güclü seyirbaz olursa olsun, aləm sözündən qırağa çıxmır. Allah Azza və Cəllə nədir? Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd ona məxsusdur. Aləmlərin içində hər kəs onun içində gedir. Və bu aləmdə Allah Subhanahu istəmədiyi bir şey olmur.
Allah Azza və Cəllə sadəcə olaraq bəzən imtihanlar çəkir qullarına. Bəzən görsən elə imtihanlar var ki, orada insanın xoşuna gəlmədiyi şeylər var, lakin dalında nələr yatır? İnsanın hidayət olması, gəlməsi, dinə bağlanması, baxırsan bu xəstəliklərin dalında elə bir sağlamlıq, afiyyətlər durur ki, insan onu görmür. Görmədiyinə görə tələsir. Ona görə baxın İbn Qeym rahimehullah görün nə gözəl qaydalar gətirir. Deyir ki, وَإِذَا جَمَعَ مَعَ الدُّعَاءِ هُدُورُ الْقَلْبِ وَجَمْعِيَّتُهُ بِكُلِّيَّتِهِ عَلَى الْمَطْلُوبِ Deyir, əgər dua ilə yanaşı insanın tələb etdiyi şeyə, istədiyi şeyə qəlbi deyir, bütünlüklə deyir, cəm olsa, yəni dili ilə qəlbi hamısı istədiyi bir şeyə köklənsə və həmçinin də deyir ki, وَصَادَفَ وَقْتًا مِنْ أَوْقَاتِ الْإِجَابَةِ السِّتَّةِ və deyir, 6 dənə duanın qəbul olunma yerlərinə isabət etsə, indi onları da gətirəcək hansılardır. Və sonra nə deyir? Qəlbinin xuşusu olması, Allahın qarşısında sınması, onun qarşısında zəlil olması və həmçinin də nə deyir? Qibləyə yönəlməsi, dəstnamazlı olarkən, əllərini Allaha qaldıraraq, Allah Subhanahu taalaya həmd edərək başlayaraq, sonra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmə salavat gətirərək, sonra deyir, istədiyindən qabaq, Allahdan ehtiyacını istəməmişdən qabaq, Allah Subhanahu taalaya deyir, günahları haqqında tövbə və istiğfar edərsə, sonra mətləbə keçdiyi zaman Allah Azza və Cəlləyə qorxu və ümidlə yalvararsa və həmçinin də onun Allahın ad və sifətləri ilə ona təvəssül edərsə və bundan da əlavə deyir ki, duasına başlamamışdan qabaq sədəqə verib başlayarsa, bilsin ki, bu dua deyir, qayıtmaz. Gör necə əminliklə deyir. Deməli, baxın, İbn Qeym rahimehullah nə qaydalar gətirir. Deməli, bunu bir-biri Allah Subhanahu taalanın izni ilə şərh eləyəcək Şeyx Abdurazaq Hafizahullah. Demək, təsəvvür edin ki, bir insanın ehtiyacı var. Nəsə istəyirsən, nəsə ehtiyacın var. İşin yoxdur, problemin var. İnsan ümumiyyətlə bilməlidir ki, bax, insanlar var ha, bax bu insanlar fiqur kimi təsəvvür edəsin. Bu şəxslər var ha, onlar bir fiqurdur. O fiqurları Allah Azza və Cəllə bəzən xeyri işə işlədir, bəzən isə şər işə işlədir. Elə fiqurlar var ki, yəni o insanlar var ki, Allah Azza və Cəllə onlar şər qapısını açarıdır. Elə də insanlar var ki, onlar xeyir qapısını açarıdır. Allah o açarları verib onların əlinə. Sən kiminsə əlində bugün hansısa xeyir qapısının açarını görərək, gedib onun qabağında zəlil olma. Ki, qardaş, o əlindəki qapının açarından imkan var, aç mən də götürüm. O onun əlində deyil. Sadəcə Allah Azza və Cəllə onu yönəldi var. İnsanın məxluqat haqqında düşüncəsi bundan qıraq olmamalı. Yəni, insan bilməlidir ki, əgər ona hər hansı bir xeyir gələcəkdirsə, bil ki, tək ünvan Allahdandır. Əgər Allah Azza və Cəllə ona hansısa bir xeyri istəyəcəkdirsə, vallahi əlində xeyir açarları verdiyi şəxsləri göndərəcək onun yanına. Yönəldəcək onun yanına və ya onu aparacaq onların yanına. Yox, əgər Allah Subhanahu onu sənin üçün istəməyəcəkdirsə, sən insanların qabağında zəlil olsan belə, ismətin, iffətin getsə belə sən heç nə əldə edilməyəsən. Ona görə də İbn Qeym rahimehullah bu qaydaları gətirir ki, əgər insan nəsə istəyirsə,
istəyi varsa, bax, bu səbəblərdən tut, Allah Azza və Cəlləyə get istə, qəlbini sıdqlə Rəbbinə bağlayaraq, ondan sonra Allah Subhanahu cavab gözlə. Yəni, baxın, qardaşlar, Allah Subhanahu haqqında istəyəndə də gözəl zənd olmaq lazımdır. Allah Subhanahu bir şey vermirsə, paxıllığına görə vermir ki, Allah Subhanahu. Əstəğfirullah. Yəni ki, Rəbbim Allah Azza və Cəllə kafirə gecə yuxusuz qalıb silah düzəldir. Yuxusuz qalır. Kafir silah düzəldir. Bəlkə də müsəlmanları qıracaqdır. Amma yuxusuz qalır, əziyyət çəkir. Ona görə yuxusuz qalıb elm öyrənir. Onun əziyyətini belə Allah Subhanahu dəyərləndirir. Yəni, necə ola bilər bir insan Allahın dininə yardım etməkdən ötəri gecə-gündüz çalışsın, oxusun, Allahın dinini ayaqda saxlamaqdan ötəri Allah onu müvəffəq eləməsin? Ona görə insanın yəqinliyi olmalıdır. Yəqin olmalıdır ki, mən kimdən istəyirəm? Mən elə bir Rəbdən istəyirəm ki, göylərin və yerlərin və bütün neymətlərin qaplarının açarı aləmlərin Rəbbindədir. Ona görə də baxırsan, sələflər nə deyir? Deyir, mən deyir, çox düşündüm, axtardım, gördüm ki, xeyir qapları çoxdur. Və bunların hərəsinin də öz səbəbləri var. Lakin çox araşdırandan sonra gördüm ki, bunların hamısının gələn yeri bir dənədir. O da aləmləri Rəbbi tərəfdəndir. Onun üçün deyir, hər şeyin həllini harada tapdım? Duada. Yəni, istəyəndə oradan istəyirəm. Tək ünvan oradır, qardaşlar. Yəni, Allah Subhanahu vallahi deyirəm, əgər sən Allahdan səmimi şəkildə nəyisə istəsən, Allah sənə onu verməsə, bil ki, vallahi orada sənin üçün xeyri yoxdur, ona görə vermir. Bil ki, qardaş, orada xeyir yoxdur. Çünki bizim istədiyimiz, bildiyimiz o qədər məsələn şeylər var ki, düşüncələr, onların dalında vallahi xeyir yatmır. Nə qədər insanlar var, düşünürsünüz? Maşın almaqdan ötəri gecə-gündüz həsrət çəkir. Ay, bir dənə maşınım olsaydı, demir, xeyirlisi olsaydı. Allah Subhanahu vermir. Allah Subhanahu vermir. Deyirəm, mən niyə olmadı, bu niyə olmadı? Görürsən ki, ala, nə qədər maşınlar var ki, təzə salafandan alıb, sahibi yoxdur bir dəqiqə, ölüxanalardadır. Mənim şəxsən öz yadıma gələn bir şeydir. İş yerində gəzirdim. Orada da qəza olunmuş maşınları sökürdülər, ehtiyat hissəsi olaraq satırdılar belə. O vaxtı hələm çoxdandan söhbət, yəni 10-15 il söhbətidir. Hər adamda yəni elə bir maşın çətin olardı. Yəni belə bilmirəm, Range Rover idi, yoxsa nə maşındı, bahalı maşın idi yəni. Çox adama əl çatmaz bir maşınlar idi o maşın. Vallahi gördüm ki, maşının motorxanasında ot bitifdi torpağın içində. Yəni. Torpağın o qədər çöldə qalıbdı ki, torpaq basıb, oradan gül bitifdi. Yəni, nəsə belə balaca bir bitki. Baxıram ki, insan bunu almaqdan ötəri nə qədər bəlkə də insan haqqı yeyir. Nə qədər insan gününü sərf eləyib, ibadətlərindən kəsib, əgər da varsa. Nələr fikirləşib eləyibdi ki, mən tək bu maşına sahib olum. Maşın haradadır indi? Çöllü biyabanlıqda, zibillikdədir. Ona görə bəzən insanların arzu saydıqları əslində nədir? Onun əcəlidir. Arzu çatdığı, arzu elədiyi son hədd var ki, aya bir dənə gedib ona çata bilsəydim deyə düşündüyü bir şey, onun nə idi? Həyatının sonudur. İnsan bunu bilmir. Ona görə də Allah Azza və Cəllə bunların hamısını gözəl bilir. Qeybləri və aşkarları, gizlini, xəlvətləri hamısını bilir. Allah Azza və Cəllə sənə bir şey vermirsə, bilmək lazımdır ki, nədir? Allah Subhanahu onun hikmətinə görə vermir. Sənin xeyrin üçün vermir. Və ona görə baxın, İbn Qeym Rahimullah deyir ki, əgər dua
Deyir 6 dənə icabət saatına, vaxtına deyir, tuş gələrsə, onlar da hansılardır? Gecənin son 3də biri. Gecənin son 3də biri və bu haqda da Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi var ki, nə deyir? Allah azza və cəllə gecənin 3də biri neyniyər? Yer səmasına enər və deyər ki, varmı məndən istəyənlər onun icabət edim, varmı məndən bağışlanma dilənlər onu bağışlayın. Baxın, aləmlərin Rəbbi olan Allah azza və cəllənin, yəni qullarına olan rəhməti. Deməli, birinci nə oldu? Gecənin 3də biri. Və sonra nə gətirir? Əzan zamanı. Şeyx Abdurazaq gətirir ki, əzan vaxtı deyəndə, yəni azandan dərhal sonra. Yəni, duanın icabət olunan vaxtlardır, qardaşlar bunlar. Yəni, azan verdiyi müəzzin. Azan verəndə ən əfsəl olan əməl hansıdır? Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsidir. Təkrarlayırsan, azan qutardı, dua eləyirsən, Rasulullah sallallahu əleyhi və səlləmə salavat gətirirsən, onu məhmudəl əlləzi vəəddəhu, yəni o məqam üçün ona dua eləyirsən və sonra nə eləyirsən? Və sonra dua eləyirsən. İstədiyin duanı eləyə bilərsən. Necə ki, İbn Qeym rahimehullah gətirir ki, bu duanın icabət olunan vaxtıdır. Və sonra üçüncünü gətirir, ondan biraz geniş, azanla iqamənin arasında olan vaxtlar. Bunlar, insan bilməlidir ki, bax, bu şeyləri axtarmalıdır ki, mən dua eləmək istəyəndə bu anlardan istifadə edeyim. Bu anlardan istifadə edeyim. Bizim də duaya o qədər ehtiyacımız var ki, o qədər məsələlər var ki, əgər insan bunları dərk etmirsə, yəni problemlər içində yaşayırsa, yəni getsin, yəni fikrini təzələsin, yəni fəhmini təzələsin. Yəni insan o boyda ehtiyacı olaraq bu şeylərə göz yumursa, problem onun özündədir. Və sonra nə gətirir? Azanla iqamənin arasında. Azanla iqamə arası və sonra nə gətirir? Namazların, fərz namazların sonunda. Bəzən görsən ki, insanlar nə edir? Namazı bitirən kimi əlini qaldırır, dua edir. Lakin İbn Qeym rahimehullah gətirir və Şeyx Abdurazaq Hafizahullah da gətirir ki, duanın icabət olunan vaxtı son təşəhhüddür, salamdan qabaq. Təşəhhüd. Bu vaxtı insanın etdiyi dua, salam verib bitirəndən sonra əlini qaldırdığı duadan daha məqbul olmağa yaxındır. Lakin bəzi alimlər ixtilaf ediblər. Dua eləmək olar namazda, fərz namazda öz dilimizdə. Olar, olmaz məsələsində. Müxtəlif rəylər gətiriblər. Hərəsində özünə görə dəlillər var. Lakin yaxın görüş, orta görüş budur ki, əgər bir insanın ərəb dili varsa və ərəb dilində dua bilirsə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində varid olan duaları eləyə bilərsə, öyrənə bilərsə, onların mənası ilə onları eləsə nə gözəl və nə əfsəl. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin duaları qısa və çox geniş bir şeyi əhatə edəndir. Sənin düşüncən o qədər ola bilməz. Ona görə də buna yönəlməyin daha əvlədir, yəni daha üstündür. Yox, əgər insanın yoxdursa ərəb dili və ümumiyyətcə hifsi yoxdursa, onun Azərbaycan dilində, öz dilində dua etməsində heç bir sıxıntı yox. Amma əfsəl olan hansıdır? Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində gələn olan dualar və sığınmalar. Oldu mu qardaşlar? Təşəhhüddə olunan dualar. Və sonra gətirir ki, cümə günü imam minbərə qalxdığı zaman duanın icabət olunan vaxtlarındandır. Və sonra gətirir ki, hətta deyir, namazı bitirənə qədər. Və həmçinin də əsrdən sonra olan axırıncı saat. Ümumiyyətcə, cümə günü olan icabət vaxtı 6 oldu. Deməli, icabət vaxtı haqqında olan alimlərin müxtəlif rəyləri var. Cümə vaxtı, ha vaxtdır bu icabət vaxtı. Bax, və ona görə də insan axtarmalıdır. Bax, cümə günü
görün bir anda neçə dənə yer birləşir. Minbərə imam qalxdığı zaman azanla iqamə, namazın son təşəhhüdü. Bunlar hamısı səbəblərdir. Səbəblərdir. Məkanlar və həmçinin də yəni zamanın, məkanın önəmli olan. Bəzən görsən bu şey təsadüf eləyir Ramazan ayına. Görsən ki, bəzən görsən cümə günü elə bir mübarək günlərə də düşür ki, hər şey üst-üstə düşür. Bu şeylərdən istifadə eləməlidir mümin. Və həmçində nə deyir? Bu vaxt hansı vaxtlardır? Bəzi alimlər gətirirlər ki, Allah Subhanahu taala Nasr surəsinə nə deyir? İzə cəə nəsrullahi vəl-fəth və rəaytən nəsə yədxulunə fi dinillahi əfvacə fəsəbbih bihamdi rabbikə vəstəğfirhu innehu kənə təvvab. Deyirsən, o zaman ki görərsən, insanların Allahın dininə dəstə-dəstə axışdığını görərsən, deyirsən, neynə? Rəbbinə bağışlanma deyən, həqiqətən də o, nədir? Rəbbinin adına təriflərdir və ondan bağışlanma deyən, həqiqətən də o, nədir? Tövbələri qəbul edən və rəhimlidir. Sahabələr deyir ki, bu ayə nazil olanda Peyğəmbər sallallahu əleyhi və səlləmin əcəlinin yaxınlaşmasını hiss elədi. Yəni, sanki din risalə tamamlandı. Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvəti bitir, insanlar dəstə-dəstə Allahın dinini axışdığı zaman Allah Subhanahu taala deyir ki, Rəbbinin şəninə təriflərdir və ona bağışlanma dilə, duaya çağırır. Və bəzi alimlər deyirlər ki, eləcə də günün sonu, həmən günün, cümə gününün son vaxtı Allah Subhanahu taalanın elə bir ayəsinin daha yaxındır. Yəni. O görüş daha yaxın deyirlər. Hər bir halda cümədə olunan saatı xüsusiləşdirmək üçün heç bir ehtiyac yoxdur. Ki, axır saatda eləyim, axır dəqiqada. Cümənin hansı saatında eləsən, yəni icabət saatı. Heç kəs bilmir. Kim ona icabət o saatı tutdusa, nədir? Elə bil ki, Allah Azza və Cəllənin izni ilə yetişdi həmən məqama. Lakin onu insan axtarmalıdır. İmkanın var, cümə vaxtı ilə. Son vaxta saxla. Hər bir halda xüsusiləşdirməyən ki, xüsusi bir dəlil yoxdur ki, cümənin son saatıdır məhz. Bu saat üzər alimlərin iştihadı ilə bağlı olan bir şeydir. Ona görə də çalış ki, cüməni ibadət və duada keçir və son vaxta saxlayırsansa, burada da heç bir problem yoxdur. O da bəzi alimlərin məfhumuna görədir. Və həmçinin qaldı ki, şeyxin burada gətirməsi ki, əllərini qaldırması o duanın şərtlərindən deyil, bilirsiniz. Duanın ədəblərindəndir ki, duanı insan duada əlini qaldırsın. Bəziləri də deyirlər ki, eşitmiş olarsınız, yəqin qabağımıza çıxır. Yəni, azanla iqamə arası mən əlimi qaldıra bilərəmmi? Peyğəmbər sallallahu aleyhi ve sellemlə varid olmayıb belə bir şey, əllərini qaldırmayıb. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin feilində varid olmasa belə, Rasulullah sallallahu aleyhi ve sellemin qovlunda varid olubdur. Rasulullah sallallahu aleyhi ve sellem sözü ilə ümmətinə deyib, yəni Allah Azza və Cəllə ona qarşı açılan əlləri nədir? Boş qaytarmaz. Yəni bu duanın ədəblərindəndir. Ümumi qovullar hamısı dəlalət edir ki, duada azanla iqamə arası olsun. Düz bəzi alimlər ixtilaf eləyiblər. Bu ixtilaf var. Deyiblər ki, qaldırmasın çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bu varid olmayıbdır. Yəni varid olmayıb, amma əksi də varid olmayıb axı ki, desin ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qaldırmayın. Amma bunun əksini varid olub ki, deyib ki, əlləri qaldırın. Ona görə də qaldırmaq daha nədir? Haqqa yaxındır yəni. Ona görə duada əlləri qaldırmaq problem yoxdur. Azanla iqamənin arasında. Və kimsə bunu xüsusiləşdirərək başqa bir dəlil gətirə bilməz ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edibdir. Aydındır? Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin təşviqi var. Əlləri qaldırmağa təşviq edibdir. Və qayda olaraq da nədir? Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin sözü ilə feili bir-birinə zid gələndə nəyini götürürük? Sözünü götürürük. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem feilləri çox vaxt nədir? Özünə də xas ola bilər. Elə feillər var ki, Rasulullah sallallahu aleyhi ve sellem özünə xasdır. Lakin ümməti üçün nədir? Sözünü. Və ona görə də həmçinin də
deməsi ki, məsəl üçün, Allah Azza və Cəllə təriflə başlaması, Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat deməsi, bunlar hamısı ədəblərdir. Və həmçinin də Şeyx Abdurazaq deyir ki, lakin duadan qabaq sədəqə verməsi xüsusi dəlil bilmirəm bunun üçün. Şeyx bunu hardan götürübdür, mən dəlil bilmirəm. Lakin başqa olan yaxşılıqlar var ki, insan Allaha yaxınlaşmamışdan qabaq, elə bil ki, nədir? Sanki Allahın sevdiyi əməlləri edir ki, bununla təvəssül edir. Oldu mu? Və inşallah bununla dayanaq, burada kifayətlənək. Allah spontan özündən 46 dəqiqədir. Allah Azza və Cəllədən istəyək ki, Rəbbim bizi eşli faydalardan eləsin. Allah spontan bizim bunu bizim üçün lehimizə yatsın, əleyhimizə yazmasın. Və Allah spontandan istəyək ki, ilk olaraq ev əhlinin və həmçinin də iştirak edənlərin, istəyir canlıda, istəyir belə, Allah Azza və Cəllə hər birindən razı olsun, öz qatında daha çox, daha şərəfli toplumda ad-bad Allah Azza və Cəllə bizi zikr eləsin, əfv etsin, bağışlasın. Allah Azza və Cəllə bizim üçün bunun müqabili olaraq nədir? Haqqı haqq kimi görüb, batil də batil kimi görüb ondan çəkinməyi, haqqı da haqq kimi görüb ona ittiba etməyə müvəffəq eləsin. Və bununla inşallah dayanaq burada Allah spontan izi ilə. Doğrusunu Allah bilir. Subhanakallahumma rabbena və bihamdik və nəşhədu an la ilahe illa ent, nəstəğfirullah və nətubu ileyh.